Ay maşallah, ay maşallah. Röşen Bey, inandırım sizi. Salam değerli izleyicilerimiz. Evin içinde gəzirəm, adam itib. Bir hansı otaqdan girsin, hardan çıxsın. Belə geniş, mükəmməl, şəxsi. Bax, gördüyünüz bunların hamısı, hətta pola qədər, qoza ağacıdır. Ətraflı şəkildə təbii ki, videomuzda çöl tərəfdən reklamını eləyəcək Röşen Bey ilə bərabər. Değil mi Röşen Bey? Bəli, əlbəttə ki. Əlaqə nömrələrini veririk. 051 558 0828 Röşen Bey'in əlaqə nömrələridir. 055 570 96 40 Aysun xanımın əlaqə Röşen Bey, nömrəsidir. evimizin qiyməti. 285 min Azərbaycan manatındadır. Aha. Amma baha da deməyin, evə yarım milyon pul qoyulubdur. Zaten Yarı bay və yarı qiymətində hal-hazırda satışa çıxıbdır. Değerli izleyicilerimiz, sizden bunu da deyək ki, ben geldim, Röşen Bey'in sözü olmasın. Elə bir ki, bir dənə piramidin içine girirsən. Oradan gir, buradan çıx. Uşaqları bırakın evdə gizdən paç oynasınlar. Bəlkə elə siz də uşaqları tapmadınız evdə. Yormayaq inşallah Aysun xanım. Gəl evin təqdimatına keçək. Ətraflı şəkildə çöl tərəfdən Röşen Bey'le beraber. Haydi ya Allah, bismillah. Salam değerli izleyicilerimiz, benim əzizlərim, sizə bir dənə mükəmməl evin təqdimatına gəlmişik ki, ev bilsə nədir? Bəh. Ev öz-özünü tərifləyir. Değerli izleyicilerimiz, düz asfalt yolun üstündə mükəmməl ev deyil, saraydı. Geçək Röşen Bey, buyurun. Əlbəttə ki, Gəlin, buyurun gəlin keçək. değerli izleyicilerimiz. Ev süperdir, ev öz-özünü tərifləyir. Deyir ki, evləri tərifləməyə ehtiyac yoxdur. Yalan deyir Röşen Bey. Əlbəttə ki, xeyr. Həqiqətən də çox gözəl və mükəmməl, kupsalı bir həyət evidir. Benim canlarım, benim güllerim, ay değerli hanımlar, beyleri götürün. Gedip burada yoldan qıraqda evler götürməsinlər. Hem yolun üstündedir, hem şəxsi evdir, hem de ki mükemmeldir. Əsas da geniş mətbəxləri var. Buyurun gelin, evimizin həyəti bundan ibarət değil ha. Gelin değerli izleyicilerimiz. Həyəti gizliyib Aysun xanım. Bəli, baxın, indi fikirləşin ki, yayda bura yamyaşıl olur. Meyvə ağacları, çiçəklər, güllər, çox gözəl. Değil mi Röşen Bey? Əlbəttə ki, çox Torpağın ətri gəlir, həqiqətən də. artıq torpaq, divçəlik torpağın ətri gəlir, nar ağacı, həyətin sanitar qovşağı, baxın. Buyurun. Bir dəqiqə Aysun xanım. Değerli izleyicilerimiz, bu arada ben əlaqə nömrələrini xatırlatmaq istəyirəm təbii ki, çok uzatmadan. Baxın, qızıl güllərlər burada hələ qönçədirlər, tam açmayıblar. 051 558 08 28 değerli Röşen Bey'in əlaqə nömrələridir. 055 570 96 40 da Aysun xanımın əlaqə Evimizin nömrəsidir. qiyməti Röşen Bey, buyurun sizin ağzınızdan işləyin inşallah. 285 min Azərbaycan Reallığa manatı. nə olacaq? Endirim olacaq. Buyurun, Amma bir gəlin. sözlə deyim ki, Aysun xanım, evimizin qiyməti 500 min Azərbaycan manatından yenibdir. Buranın təmirinə əməlli başda pul qoyublar. Çünki buranı özləri üçün ediblər. Şəxsi evdir, şəxsi evdir. Değerli izləyicilərimiz, 12 tonluq kəndinə qədər. Buyurun gəlin. Baxın, istixana sistemi də var. 12 tonluq kəndinə qədər. Kombi sistemlərinə qədər. Hər bir şeyi rahat bir şəkildə var. Burada da diğer bir otağımız var, geniş otaqdır. Hal-hazırda ev sahibimizin özü olmadığı üçün açar onda da aça bilmirik. Təbii ki, gələndə ətraflı şəkildə oranı özünüz də görəcəksiniz. İstəyirsiniz idman zalı eləyin, istəyirsiniz bilyard zalı eləyin, istəyirsiniz uşaqlarınız üçün orada uşaq otağı eləyin geniş. Çox mükəmməl, çox super. Hovuzuna qədər eləyə mükəmməl bir evdir bura. Değerli izleyicilerimiz, keçirik evimizin böyük tərəflərinə. Sizi inandırım ki, gəz. Ev bitməyi bilmir. Neye göre? Maşallah olsun, çok geniş evdir. Bakın burada da qəşəng meyvə ağaçlarımız var. Tam da tumurcuqlayıblar Röşen Bey. Baxın ne gözəldir. Bəh gör. Həyətdə cümcürütümüz de var. Değerli hanımlar, əsl qutablıqdır. Baxın. Her bir şey bu evde yoktu da. Her bir şeyi var yani. Evde yoktu değerli izleyicilerimiz. Kamera sistemlerine kadar. Her bir şeyi var. Ve evin üstünlüğüne bakın ev. Buyurun gelin. Tüm kamera sistemlerini Röşen Bey sağ olsun etraflı şekilde çekip gösterir. Röşen Bey eliniz kolunuz var olsun. Değerli hanımlar, yerlerin görmüş olduğunuz gibi bütün bu metal olan yerlerin hamısı istip oldu. Burada görürsünüz kombi sistemlerimizin yeri var değerli izleyicilerimiz. Buradan da zalımıza giriş var. O taraftan da var. Tabii ki indi bu yandan gireceği siz etraflı şekilde göstereceği her iki taraftan giriş koyublar. Buyurun gelin Röşen Bey.
Səbirli olun, Evi zəhmət olmasın. gəzlər, sizin sözünüz olmasın. Ev deyil, elə bil ki piramiddir. Değerli izleyicilerimiz 9 otaqdan ibarət süper bir evin təqdimatındayıq. İnşallah ki ətraflı şəkildə sizə göstərəcəyik. Baxın, bura evin giriş zalı. Mükemmel. Həqiqətən tavan hündürlüyü olsun, evin kvadratının nə bilim genişliyi olsun, uzunluğu olsun. Mat məhtəl qalmışam. Niyə görə mat məhtəl qalmışam? Çünkü evin her bir şeyi süper dizayn olunub. Her bir şeyine bir əmək qoyulub. Hətta qapılarının gözəlliyinə baxın. Taxtalarının keyfiyyəti olsun. Pol taxtaları qoz ağacından da hamısı. Değerli hanımlar, qoz ağacından. Hamısı mükəmməldir yəni. Buyurun gəlin, baxın gəldik bura. Bəh, nə qəşəngdir. Değerli izleyicilerimiz, bu plekanların hamısına qədər qoz ağacından oldu. Pollara qədər süperdir. Kombi sistemlərimizin yerini də göstərir Rövşən bəy. Buyurun gəlin diğer otağımıza. Bura mətbəxdir. Değerli hanımlar, belə mətbəx yoxdur. İstipol, içəriyə girirsən istipol. Ləzzət eləyir adama. Mətbəxin genişliyinə baxın. Elektronikanın çıxmaq şərtindən bu mətbəx mebili və yuxarıda da var, o da qalasıdır burada. Genişliyinə baxın. Ne yeri değerli izleyicilerimiz? Divanımızı koyup, televizorumuzu açırıq. Heç zalazada da keçmirik. Valla televizorumuzu açırıq, yemeğimizi pişiririk, çayımızı dəmlirik, günümüzü mətbəxdə keçiririk. Bir de 2 lay qapı da Aysun xanım. Onun özü de çok gözəllik verir. Bəli. Değerli izleyicilerimiz, qalxdıq diğer otağımıza. Buyurun. Buyurun gelin Rövşən bəy, buyurun gelin. Burası sentral qovşağıdır. Aradan qalxanda sentral qovşağımızda var. Buranı göstərmək istəyirəm. Değerli izleyicilerimiz, bakın. Görürsünüz ne güzeldi. Her bir şey düşünülüp paltaryon maşının yerine kadar ayrılıb. Buradaki görürsünüz. Hatta duşakabin de özünüz için yıktırabilirsiniz. Çok güzel. Tavan hündürlüğü olsun. Ev ümumiyyətlə havalı evdir. Çok güzel ve mükemmel evdir değerli izleyicilerimiz. Buyurun gelin buraya. Burada diğer bir otaqdır. Görmüş olduğunuz gibi tabii ki uşaq otağı olarak da istifade edebilirsiniz değerli izleyicilerimiz. Ev sahipleri özleri dindar adamdılar. Buranı hal-hazırda namaz otağı olarak istifade edirlər. Buyurun gelin. Rövşən bəy, bu plekanlar məni məst elədi. Mükemmel işlendir, mükemmel işlendir. Çok güzeldir. Buyurun. Hele buranın zalı. Neydi söz değerli? Buna bak. Hele ışıklandırma, çırçıraklar da birbirinden güzeldi de. Çırçıraklar da birbirinden güzeldi. Değerli izleyicilerimiz, çok güzeldi. Ev sahibimiz deyir ki, bu divanı götürürler ama tabii ki danışıktan geçecek. Ev almak isteyen adam dese ki, bu divan dəsti de burada kalsın. Tabii ki razılaşma olarsa bu da burada kalasıdır. Değerli izleyicilerimiz, buyurun gelin. Burada yukarının sanitar qovşağıdır. Tabii ki kladovkası var burada en baş değişmek için. Duşakabini var orada. Bütün aksesuarlarına kadar her bir şeyi hazır şekildedir. Buyurun gelin Rövşən bəy. Değerli izleyicilerimiz, bilmirəm evi hardan başlayayım, harda tutarım. Burası da diğer mətbəxidir, görmüş olduğunuz gibi. Burası da diğer mətbəxdir, çok güzel değerli hanımlar. Çok güzeldi, süperdi, möhtəşəmdir. Bir dəqiqə müşteri yazıb ona göre çaşdım qaldım, üzürlü bilin. Buyurun değerli hanımlar. Rövşən bəy, qiyamət diye, mükemmel diye değerli izleyicilerimiz, süper, möhtəşəm yataq otağı. Tavanın güzelliğine bakın değerli izleyicilerimiz. Burada televizorunuzun yeri, orada yatağınızın yeri, dolabınızın yeri, pulunuz çoktu, koymağa yeriniz yoktu. Bu da görmüş olduğunuz gibi diğer şeyler, yani her bir şeyi hazır şekildedir, her bir şeyi. Değerli izleyicilerimiz, bir dəqiqə zəhmət olmasa, все. Buyurun gelin Rövşən bəy, zəhmət olmasa gedək o otaqda göstərək. 3 tane yataq otaqlarımız oradadır. Siz də mən kimi çaşdınız ha. Bilmirsiniz hardan hara girirsiniz. Buyurun gelin. Buyurun gelin. Değerli izleyicilerimiz, bakın bir yataq otağı rahat bir şekilde eşyalarınızı sığdırabileceğiniz genişliğe sahiptir. Pencerelerini açırsınız, öz həyətinə bak, küçəyə baxır bak. Ne qonşunun həyətinə bağlıdır, ne bir şey, düz küçəyə baxır. Burada ne deyirlər? Bə. Buyurun baxın, bu da diğer
bilmirəm, pollara ayağımı belə möhkəm basıram. Nə hərəkət eləyir, nə bir şey. Elə qoz ağacıdır ki, qoz ağacıdır. Əladır. Gəlin. Qoz kimi də evdə. Buyurun baxın, burada digər yataq otağımızdır, dəyərli izləyicilərimiz. Geniş, rahat bir şəkildə bura yataq otağı deyil. Demək olar ki, bizim çəkdiyimiz bəzi evlərin zalıdır. Superdir, super. Keçək indi təbii ki, balkonu göstərək. Buyurun, gəlin Rövşən bəy. Baxın, dəyərli xanımlar, biz siz deyirik, yorulduq hə? Stulumuzu qoyuruq, çayı da qoyuruq qabağımıza. Baxırıq, görürük qonşuda nə var, nə yox. Hə, görürsən, filan kəsin təzə uşağı olub. Daha nə istəyirsiniz? Buyurun, gəlin. Dəyərli xanımlar, dəyərli bəylər, evimiz tək bir kəlmə ilə mükəmməldir. Təbii ki, Rövşən bəyin əlaqə nömrələrini xatırladıram təkrardan 051 558 08 28. Aysun xanımın əlaqə nömrəsi 055 570 96 40. Təbii ki, bizə zəng eləyin də eviniz olsun. Evimizin qiyməti Rövşən bəy, zəhmət olmasa ucadan zəng bir kərə daha deyək. 285.000 Azərbaycan manatına. Reallı olsa indirim olacaqmı? Bəli, Dəyərli şübhəsiz ki. izləyicilərimiz, dəyərli izləyicilərimiz, zəng edin də bu mükəmməl evi qaçırmayın. Görüşərik. Sağ olun.